Salam dəyərli tələbələrim, bu günlər sizlərdən mənə icmaldan atdığınız əl işləriniz ki var, onlara baxacağım və ən sonda da kimin əl işini daha çox bəyəndim, axırda da onu qeyd edəcəm. İstəsəniz digər videolarda da qiymətləndirmədə edə bilərəm. Əgər siz bunu istəyirsinizsə şərh bölməsində bildirin və ən əsası bu serinin davamı gəlməsi üçün videoyu paylaşıb bəyənməyi və ən önəmlisi rəy bildirməyi unutmayın ki, qoy videolarımız başqalarının qabağına da çıxsın və onlar da faydalansın. Bunu deyim ki, ən sonda da dediyim kimi qiymətləndirəcəm, yəni ən çox bəyəndiklərimi qoyacağım və uşaqlar düşünməyin ki, o ən axırda qoyduqlarım vavdır falan. Yox, hər kəsin öz yaş standartı var, hər kəsin öz potensialı var. Mən özüm də rəssamlığa məşğul olduqda çox da vav işim yox idi. Özlərində işlədim. Bu sənətə bağlılıqla mən daha yaxşı yerlərə gəlməyə başladım və hal-hazırda da olduğum mövqedə həmd olsun razıyam və daha da qəşəngləri, gözəl günlərimiz qabaqda olacaq inşallah. Çox da videonu uzatmayaq, ilk işimizdən başlayaq. İşi burada qoyacağım. Deməli, bu işdə mənə bir takipçi icmala atmamışdı. Demişdi ki, yəni onlar mı belə qiymətləndirir? Mən dedim, əlbəttə ki, niyə olmaz? Amma çalışın uşaqlar icmala atın ki, mən onu qiymətləndirim. Çünki istər-istəməz insanlıq halıdır, müəyyən işlərimiz olur, ora qaçırır, bura qaçırır, yaddan çıxır. Ona görə bu olmaması üçün icmala atın, mən görəndə, təzə izləyəndə görüm ki, aha, bu uşağın əl işi avtomatik yadıma düşür və o da SS edib telefonumda saxlayıram. Yəni bu işdə heç yadımdan çıxmaz. Mən YouTuber serisinə başlayanda ilk işim Fərəc olmuşdu. Çünki kanalımın izləyicilərinin əksəriyyəti Fərəcin izləyiciləri idi. Mən özüm də Fərəci izləyirdim. Təqribən 4-5 ay olar izləyirəm. 4-5 olar. Yay, may, aprel aylarında desəm başladım da. 4-5 ay olar. Və o ərəfələrdə başladım və özüm də niyə də olmasın, tanış insanları, ən əsası YouTuberləri çəkməyim. Və onunla başlamışdı. Yəni həqiqətən mənim üçün də çox qəşəng bir şey idi. Tüklər demişkən deneyim idi, təcrübə idi. Yəni mənim üçün çox xoş oldu. Bu uşağın da əl işini bəyəndim. Yəni mən naşini gördüm, Fərəc yadıma düşdü. O saçlar, naşini. Yəni qəşəng bir şeydir. Üzərində işləmsə daha da qəşəng olur. Çünki yarımçı işlərdə əslində maşallah olur uşaqlar. Sketchbook deyirəm, bir aynaç var ki, məsələn sketchbookda bir dəqiqə gözləyin. Sketchbookumu göstərim. Məsələn, bu sketchbookdur uşaqlar. Sketchbookda siz qaralamaları, eskizlər edə bilərsiniz. Burada tam vav işlər olmur. Məsələn, bu olsun. Bu kimdir? Sonra bu bilirsiniz də, hər kəs bunu makyaj və make-up'ını edir. Sonra bu qatmeletişqadayı. Yanan bir gül. Yəni burada məsələn, bunun şey gələcək, portreti gələcək. Sonra göz falan, yəni mənim sketchbooklarım çoxdur. Yəni bəziləri sizə göstərirəm, məsələn, şifrəm. Burada vav işlər olmalı vacib deyil uşaqlar. Yəni orada siz ən əsası əliniz işləsin, daim hərəkətdə olun. İkinci işimizi görürəm. Məni maraqlandıran nə oldu? Bu tələbə deyir ki, mən rəssamlığa getməmişəm. Amma mən bunun işində risunok olsun, tonlama olsun, həqiqətən çox maraqlıdır. Afərin sənə, Yəni sən 15 yaşın olalı sən bunlar işləyirsənsə, səndə var. Yəni həqiqətən talant deyirik. Bu var. Çalış, tənbəllik eləmə. Mən talantlı uşaqlarda qorxduğum bir nüans ki var, tənbəllik edirlər. Çalışmırlar. Sən qətiyyən o səhvə eləmə. Amma əl işindən görürəm ki, çalışqansan. Məncə getməlisən. Hazırlığa bir müddət get. Əgər sən dizayn ixtisası öyrənmək istəyirsənsə, dizayner imtahanına girmək istəyirsənsə, bir dizayner olaraq fəaliyyət göstərmək istəyirsənsə, mütləq getməlisən. 4 antik baş heykəli ki var, onlar tənə düşəcək və çalış ki, onları öyrən. Yəni həqiqətən var. Mən belə bir tələbə mənim qarşıma çıxsa, mən onu buraxmaram. Nəyə görə? Deyirəm ki, sən işləməlisən. Ən əsası istək önəmlidir. Mən uşağın istedadı var, yapışım onun yaxasından, buraxmayım, sən getməlisən rəssamlığa. Yox, uşaq istəməlidir. Bəlkə istəkdən fərqində olmalı, amma bir müddət deyildi. Yəni, mən hansı peşə ilə məşğul olanda xoşbəxtəm. O əsaslı, amma həqiqətən əl işinə çox bəyəndim. İndi digər əl işlərdə yaxından baxmaq istəyirəm. Siz də belə tam ekran görərsiniz. Ən axırda da qiymətləndirək. Qiymətləndirmə yox, ən çox bəyəndiklərimi sıralayarım. Gəlin, indi keçək. Bəli, uşaqlar, ilk işimiz Hello Kitty. Bilirsiniz ki, o damalı dəftərlərdə həmişə bunu eləyirik. Həqiqətən qəşəngdir, maraqlı da eləyib. Yəni əllərinə sağlıq, qəşəng maraqlı görsən, həm də səliqəli eləyib. Xoşuma gəldi. Bu işi işləyən şəxs Şahin Ağayev həqiqətən
binövrəsi var əslində, işləməsə olar. Amma qrafik stildə işləsə yaxşı olar. Məsələn, burdan sənin adlarını da yazır, nə işlədiyini göstərmək üçün. Yəni əl işlərində məsələn detallar, xırda detallar da əlavə etsə, hər birində məsələn daha məsələn işıq kölgə anlayışını əlavə etsə, yəni maraqlı olar həqiqətən. Bu bir işimizdə də qrafikdir. Sadəcə yarımçıldır. Yazıb necədir? Yaxşıdır. Əllərinə sağlıq. Bitmiş halında icmal atarsan. Bu təsvirlərdə əslən rəng tonlarını çox bəyəndim. Xoşuma gəldi həqiqətən. Burada məsələn qanı, bu kəpənəyi də çox qəşəngdir. Elə bir yarımçıq görsən, amma biraz işləsə daha da qəşəng olur. Məsələn bu da qəşəngdir. Amma mən kəpənəyi daha çox bəyəndim. Amma əllərə sağlıq. Hətta düzəldib həqiqətən halaldır. Bir şey düzəltmək çox çətindir uşaqlar. Yəni həqiqətən bu Zeynəbin əl işlərinə baxdım. İşıq kölgə olsun. Həqiqətən babul olsun. Bu da qəşəngdir. Natürmortunu daha çox bəyəndim. Əllərsə portretə də başlayıb, aha qıraqda gördüyünüz kimi hissələr eləyib, sonra başlayıb ağız burnu eləməyə portretin özünü. Bu da qəşəngdir. Mən öz çəkdiyini daha çox bəyəndim. Bu da qəşəngdir. Sadəcə biraz simmetriya, o perspektivi qanunları var. Bu çox bəyəndim. Ümumiyyətlə dəniz gəmi. Ən çox natürmortlardan bunu xoşuma gəldi. O rənglərin tutumu, narlarda qəşəngdir. Sadəcə elə bir çox yaxına tutub, belə uzaqdan daha şey görsənməlidir. Məsələn, at da qəşəngdir. Nəsə yağlı boya işləyib, belə bir yağlı boya ilə kimi görsənir. Bax, bu həmin gəmini uzadı. Bax, hər bir şey uşaqlar işə uzaqdan baxın. Məsələn, bu işdə qəşəngdir, xoşuma gəldi. Aha, portret işləyib əslən. Bu kimdir? Uşaqlar şərh bölməsində yazarsınız. Bu qızımızın əl işlərini mən xoşuma gəlir. Baxın, həqiqətən qəşəngdir, əllər və sağlıq. Yaşını bir dənə zəhmət olmasa yazarsan. Burada isə mən biraz başa düşmədim. Amma bu da maraqlı bir şeyə oxşuyur həqiqətən. Qeyd edib ki, yarımçıldır. Sonunu həqiqətən gözləyirəm. Mütləq atasını icmala. Və qızımız 4 gün ərzində 4 iş işləyib. Hər biri də qəşəngdir. Məsələn, bu da qəşəngdir, ilk iş də qəşəngdir. Kitabı mən daha çox bəyəndim. Bir də əl təsviri ki var, onu da görəcəksiniz. İndi onu da çox bəyəndim. Baxın, məsələn, burada əl işləmək həqiqətən çox çətindir uşaqlar. Əli işləyib bu formada. Özdə qurma qaydalarını eləyib desən. Və bu işimizi yadınızdadır, hansı işidir, onu yazarsınız şərhdə. O da çox qəşəngdir həqiqətən. İpucu verim ki, o dəfə yaxından idi, bu dəfə uzaqdandır. Quaş texnikası ilə əfsən. Burada da kim portretini işləyib, nətər olub yazıb qəşəng görsənir. Biz də üstündə işləsən daha yaxşı olar. Çünki orada biraz işıq kölgəyə toxunsa, saçlarda əsasən daha çox maraqlı və qəşəng görsənəcək. Hə, bu işdə qəşəng görsənir. Ulduzlu gecə xatırlatdı mənə. Mavi ilə sarının bir-birinin ahəngi. Qəşəng görsənir. Aha, bu işimiz də portretdir. Həqiqətən qəşəngdir. Mənə bir şeyə xatırlatdı. Koreyalı müğənniləri xatırlatdı. Afərin. Bu işimizdə də baxın, o damalar istifadə edib. Rəngləmək səliqəsiz deyil, bəyəndim. Burada da qəşəngdir, maraqlıdır. Yəni həqiqətən afərin. Bu işi də qəşəngdir. Çalış karandaşı çox biraz sıx. Qoy tonlamada şey olsun. Bax, bu uşaq da qəşəngdir. Rənglərdə qəşəng flomasterla işləyib, əslən bacısı işləyib, əllərinə sağlıq. Bu ölü gəlin necə olub, qəşəng olub, bəyəndim. Sadəcə tonlamaya biraz da fikir ver, daha da yaxşı olacaq. Necə müəllim? Cümləyə baxın, çünki yoxsun, yanımda neyniyim İstanbul qəşəng. Digər bir işimiz 8 noyabra aiddir, çox qəşəngdir. Bayrağını çox bəyəndim, afərin sənə. Burada da yarımçıq olan hal, yarımçıq halı ilə də qəşəngdir. Orada bayraq hər şeyi tamamlayıb, əllərinə sağlıq. Bu işimiz də qəşəngdir. Bu balıqlar hər kəs görüb Pinterestdə. Həqiqətən bunu da rənglisiz versiyasını işləyib. Burada da bax, uşaqlar bu formada fərqli ideyalardan da istifadə edin. Aha, bu da başqa bir balacamızın şəklinin adı. Afərin. Uşaqlar, bu videonun da sonuna gəldik və dediyim kimi ən çox bəyəndiklərimi burada sıralayıram. Həqiqətən hər biri çox qəşəngdir. Bu o demək deyil ki, digərlər pisdir. Qətiyyən elə düşünməyin. Mən həmişə rəssamlıq olsun, bu peşə olsun, həmişə hörmətlə yanaşmışam kiminsə əl işinə. Çünki zəhmət çəkilib, vaxt ayrılan hər bir şey dəyərlidir. Özü bu rəssamlıq, incəsənət fikirləş, oturmuşsan, şəkil çəkirsən, heç kim səninlə işi olmur. Öz ruhunu, öz zehnini sakitləşdirməyəcək, nəsə qaralayırsan, nəsə çəkirsən.
Sonra öz çəkdiyinlə qürur duyursan ki, mən bunu bacardım. Özünə deyirsən ki, mən rəssamlığa getməmişəm falan filan. Bu da o demək deyil, uşaqlar, siz rəssamlığa gedib bu işlə işləyirsiniz. Hörmətlə yanaşın. Kimisə qınamayın, hə, sən rəssamlığa gedirsən, belə işləyirsən, sən falan yerə gedirsən, belə işləyirsən. Kimdənsə o nəticəni gözləməyin. Çünki sənə edilən bir şey xoşuna gəlməz. Çalış ki, sən də başqasına o cür yanaşma. Mən həmişə elə eləməyə çalışmışam. Ona görə də əl işi göz nurudur. Biz müəllim olaraq istiqamət verməliyik. Mənim dediyim bir söz uşağın xətrinə dəyə bilər. Amma mən əlbəttə ki, o müəyyən çərçivə daxilində o sözləri deyirəm. Mən əlbəttə ki, bir müəllim olaraq istiqamət verməliyəm, tənqidçi, qəti sürətlə. Çünki hər bir uşağın öz potensialı var. Kiminsə kimlə nəsə müqayisə etmək qeyri, yəni mümkün deyil. Niyə müqayisə edeyim? Mən bir uşağın potensialı budur. Mən gedib bir başqa uşağına, bax filan kəsin uşağı belə eləyir. O heç imtahan ərəfəsində deyirəm, onları uşaqları hərəkətə keçirmək üçün deyirəm ki, bax necə də çalışmaq lazımdır ki, bu səviyyəyə çatasan. Misal göstərirəm, ilham vermək üçün gedib uşağı tənqid edib, sən busan, səndən heç nə olmaz falan ifadələr işlətmək heç vaxt düz deyil. Özdə bu rəssamlıqda ruhun, yəni hər bir söz uşağı burada qalacaq. İmtahan ərəfəsində sənin həmin ki, müəllimin dedikləri yadına düşəcək. Bəlkə çəkəcəkdi, o qələmi qoyub gedir, ağlayır gedir. Mən özüm imtahanda iştirak etmişəm və ağlaya-ağlaya çölə çıxan qız görmüşəmdir. Mənə çox yaxşı ki, işim qurtarmışdı. Çünki mən tez təsirlənən bir uşaq idim o vaxtlarda, 18-17 yaşlarında çox təsirlənirdim ki, bir mənim yanımda ağlasın, bir mənim yanımda düşsün, mənə tez təsir edir. İndi elə deyil. Amma o uşağın təsiri mən gördüm ki, həqiqətən o dedi ki, mən kurslarına qədər işləyirdim, niyə burada işləyə bilmirəm? 2 dəfə işini pozdu, artıq ağ vərəq qoydu, getdi. Uşaqlar ehtiyatlı olun. Bu kanalda da sizdə qabiliyyət imtahanına hazırlıq olsun, belə videolar olsun, dərslikli videolar olsun, hər şeyə qabağınıza çıxacaq. Rəssamlıqla, incəsənətlə məşğul olan insanları sevirik. Çünki bu dünyanı təkcə gözəllik xilas edə bilər. Necə ki, rəssamlar o gördükləri gözəllikləri təqlid etməyə başladıqda. Digər videolarımızda görüşənədək hər birinizi çox sevirəm. Çəkməyə, hiss etməyə, gözəl görməyə davam edin.